Bağışlayan və mehriban Allahın adı ilə bir daha hər birinizi xoş gördük, əziz müsəlman bacı və qardaşlar. Ramazan ayının mənəvi ləzzətini artıran məsələlərdən biri nədir? Bir neçəsi barəsində danışaq. Baxın, dedik ki, oruc insanı ruhən təmizləyir, mənən təmizləyir. Yəni, oruc təkcə bədənlə deyil, qəlb və ruhla da təmizlənir ki, bəs insan oruc tutmaqla, ibadət etməklə ümumiyyətcə ibadətin mahiyyəti budur ki, insan səbr əhli olur və nəfsinə hakim olan bir məxluqa çevrilə bilir ki, bəs bunu hansı yollarla eləyə bilərik? Məxsus da Ramazanda dua etməklə, dualarımızı artırmaqla, əlavə olaraq ibadətlərimizə daha diqqətli olmaqla, səxavət yolu ilə, yardımlaşma yolu ilə, qənaətkarlıq yolundan, çünki Ramazanın insanlığı aşıladığı xüsusi məsələlərdən biri də qənaətdir, həqiqi mənada və şükür əhli olmaqdır. Çünki insan ac qalmaqla və yaxud da nələrdənsə keçməklə Ramazan ayında həqiqətən şükrün mahiyyətini anlayır. Özündən əvvəlki və yaxud özündən sonrakıların və yaxud da özünə bərabər olan şəxslər ki var, həqiqi mənada dərk eləyə bilmir digər zamanlarda, amma Ramazan ayında insan digər şəxslərin də halını anlamağa qadir olur. Və Ramazan ayında dedik ki, müəyyən